tweetini səsləndirdi. Şamaxı futbolçularının toxunuşuyla görüş start götürür. Hər iki komandaya ürəkdən uğurlar arzulayırıq. Şərhçiniz Nurlan Valihoğludur. Abbasov cər meydançasına göndərdi topu. Sergey Samok tək yumruq. Hücum davam edir. Sərbə indirildi və gol! Şamaxı hesab açır. Cər meydançasına ötürmə. Dəqiq alınmadı. Top Kərim Rossi'də. Rossi cərvə meydançasına və gol! Qapı qarşısında ötürməni qola çevirən Diego Bala oldu. Ricardo Fernandes qapısına diqqətlidir. Ozoviç və Fernandes təkrar zərbə top qapıda. 2-1. Bərabərliyi qol axtarışında da Turan Tovuz. Cərvə meydançasına ötürmə. Başla zərbə və 2-2. 2-2. Hesab bərabərləşir. Məqamlardan biri budur ki, Turan Tovuz əgər. Bəli, Qarabağın qələbə qazanması ehtimalı var. İndi Şamaxı keçir yenidən. 3-2. Biz ehtimallardan danışırdıq ki, Şamaxı 3-cü qolu vurur.